Allah'ın adı. Bax. Axır ki, zirvələrdə uçan qartal. Bax, Nahid bala. Oy qadan alım sən. Sən qadan olaram mən. Sən xoş gəlibsən. Ehtiram olur. Nətərsən? Yaxşısan? Qardaş, sən xoş gəlibsən. Sağ ol. Həmişə sən gələsən. Bax. Yəni, bir dinləyici kimi, daha burada siz bir dinləyici kimi ifiya qiymətinizi verirsiniz. Budur, nağaranı belə çalırlar, bax. Elibala məktəbi Gəncə budur. Mən həmişə demişəm, yenə də deyirəm, sözümün də arxasındayım. Bizim bir gözəl qardaşımız var, Allah verdi qardaş. Pəyinlə ifadısı, Aksafadan. Deyirləniz müəllim, görsənən dağa nə bələdçi. Ay maşallah. Öpürəm. Sağ ol Nahid bala, sağ ol. Sənət yolun işıqlı, nurlu, urzulu, bərəkətli olsun. Xatadan, baladan, mərdi, mazardan, namətdən uzaq ol. Bir şeyi yadında saxlayın ki, meyvə verən ağaca daş atan çox olar. Niyə? İstəyirlər ki, həmən meyvədən datsınlar. O da ki, gərək Nahid olasan. Ağsaqqal, söz sənkidir, qadan ol. Normal olsanız sonrası, nə varsa sizdən. Qadan ol, çox sağ ol. Nə var edəniz mənim? Qadan olaram. Allah can sağlığı versin. Çox sağ olun. Allah sizi var versin. Allah sizi Amin. Cümləmizi. cavanların üzərindən əksik eləməsin. Amin. Əzəliniz böyük. Eldəniz mənim məktəbidir. Öpürəm. Sağ ol Ağsaqqal, çox sağ ol. Eldəniz müəllimi yaşayış yeri Gəncə şəhəri, iş yerimizdə Əmyolçular Mədəniyyət Sarayının qapısı xalqın ballarının üzünə açıqdır. Biz hazırıq qəbul eləyək. Nəyi biliriksə də tələbələrlə paylaşaq. İndi bir dənə qəşəng şişma qazağı götür incə formada. Əla. Sağ ol Nahid bala. Çox sağ ol. Gözəl ifadə.